Bu peçenyalar necə dadlıdır bir bilsəniz, hazırlaması da çox asandır. Südün üzərinə quru maya, şəkər tozu və un əlavə edib qarışdırıb bir kənarda gözlədirik. Ayrıca bir iri qabın içərisinə 250 qram ev temperaturunda tam yumuşalmış kər yağı, şəkər tozu, bir çimdik duz və vanil əlavə edib mikserlə qarışdırırıq. Yağla şəkər tozu krem halına gələnə qədər qarışdırdıqdan sonra üzərinə 3 ədəd yumurtanı bir-bir əlavə edərək yenə də mikserlə qarışdırmağa davam edirik. Bu müddətdə də maya çox gözəl aktivləşmiş olur. Aktivləşmiş mayanı da üzərinə əlavə edirik. Maya ilə birlikdə də biraz qarışdırdıqdan sonra sonda isə hissə un əlavə edərək yumuşaq ələ yapışmayan bir xəmir yoğururuq. Qeyd edim ki, xəmir çox yumuşaq olmalıdır. Xəmir üçün istifadə edəcəyiniz ərzaqlarda çalışın hamısı ev temperaturunda olsunlar. Xəmiri yoğurduqdan sonra qətiyyən gözlətməyə ehtiyac yoxdur. Birbaşa masanın üzərinə biraz un səpirik, xəmirin üzərinə də un səpib xəmiri 1 sm qalınlıqda yayırıq. Ərzaqların miqdarını tam dəqiqliklə açıqlama bölümündə qeyd edəcəm, mütləq baxarsınız. Xəmirin kənarlarına biraz düzəliş verirəm və üzərinə 2 yemək qaşığı şəkər tozu əlavə edərək hər tərəfinə yayıram. Daha sonra isə xəmiri gördüyünüz kimi uzunsov şəkildə kəsirəm. İstəsəniz kvadrat formada da kəsə bilərsiniz. Artıq kəsim qalıb sizin zövqünüzə. Bu reseptlə tam 2 lis dolu, dadlı, yumuşaq peçenyalar alınır. Xəmirin kənar hissələri səliqəli olsun deyə gördüyünüz kimi kənar hissəsindən kəsib çıxartdığım xəmirlər çox incə olduğu üçün onları da gül formasında bu cür gördüyünüz kimi dairə formaya saldım və digər xəmirlərimi də bu cür kəsirəm və məsafəli şəkildə listimizə düzürəm. Listə yığdıqdan sonra mütləq bir 20 dəqiqə, 25 dəqiqə saata baxıb gözlədin. Mütləq listə gözləməlidir ki, bişərkən nəticə gözəl olsun və yumuşaq alınsınlar. Öncədən isidilmiş sobada mən 180 dərəcədə konveksiya rejimində sobanın ən alt gözündə xına kimi qıpqırmızı qızaranadək 20 dəqiqə müddətində bişirib götürdüm. Peçenyalar çox tez bişib hazır olur. Sizin sobanızda hətta 15 dəqiqəyə də bişə bilər. Yəni 15-20 dəqiqə müddətində bişib hazır olurlar. Gördüyünüz kimi həm xına kimi qıpqırmızı qızarır, həm də ki içərisi yumuşaq pambıq kimi alınır. Yedikcə də dadından, ləzzətindən doymaq olmur. Göz haqqınızı halal edin. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiz.